Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Çoxdan da mən sizinlə belə səslə danışmırdım. Bugün istədim, güllərim yazdı. Güllərimin videosunu çəkəm, paylaşım sizinlə. Bu mənim güllərim bəziləri xarab olubdu. Yəni yenə də buna da şükür ki, diriliblər. Belə. Bu çöl nərgizidir. Bu sarmaşıqdır da yəni. Bu kəpənək gülüdür. Bu adını bilmirəm. Belə kaktusların bir nevidir neysə. Bunlar da ki sanseveriyalardır. Sonra bu bənövşədir. Çöl bənövşəsi. Bu zəfərana oxşayan zəfəran çis deyirlər. Odur. Bunlar girandır. Bu da ondandır. Amaralisdir. Bunun indi adını təzə öyrənmişəm. Fitotoriumdur, nəsə bax belə bir ad deyirlər. O uzundan da belə balalayandır. Bu da nərgizdir, çöl nərgizi. Bunlar həyət gülləridir. Təzə basılmışam, rayondan gətirmişəm. Bilmirəm nə təridir hələ. Bu da ki ana ürəyidir, xarab olub təzə dirilir. Bunlar amaralisdir. Bunlar da giranlardır yuxarıda. Açanı da var. Burada da giranlardır. Açanı da var, açmayan da var. Hələ açmaq istəyirlər də, bəziləri də hələ tumurcuqludur. Sonra girandır, sarmaşıqdır. Bunlar amaralislərdir. Bu da nərgizdir, çöl nərgizi, meşə nərgizi bunlar. Sonra bu aloydur ki, keçən ildən şaxta nətər yandırıbsa, hələ də keçəl kimidir, belə özünün zorla gəlir. Bu da ki, yenə sarmaşıqdır, bu çiçəyi deyirlər. Bu şifliradır, bu nərgizdir, sarı açan nərgiz. Onu belə difçəyə basırmışam. Şifliradır, bu da bu diken sortunun biridir. Burada da o kəpənək gülünün başqa sortudur, təzə dirilirlər hələ. Bəziləri də bitəsidir. Burada da yenə amaralislərdir. Burada da yenə nərgizdir, sukulentdir. Bu kalançoydur. Bunu təzə basırmışam, qopardım. Bu da lan kaktusdur. Bu da lantanadır. Hələ təzə yarpaqlamaq istəyir. Bu da amaralisdir. Bu qızıl güldür. 40 düymə deyilən qızıl gül dibçəkdədir. Bunlar da giranlardır hamısı. Bu da sukulentdir. Sonra bu sarmaşıqlardır. Təzə yağış yağandan sonra biraz özlərinə gəliblər. Bunların burada da şifliram var. Bu da şifliradır. Bunlar pul gülləridir. Bu da həmin tikenli güldəndir. Böyüyümdür, basırmışam böyründən. Bunlar da sukulentlərdir. Sarı çiçək açırlar. Bunlar qış uzunu. Bunlar ətirşahlardır, budamışam. Sonra bunlar o tikenlərdir. Belə əyri-üyrü kaktusun evindən olanlardır. Çox belə uzandılar, böyrüsə yıxıldılar, əyildilər. Bunlar hamısı sukulentdir. Bundan olan xarab olmuşdu, təzə basırmışam. Bu da bir başqa güldür, təzə basırmışam. Yarpız kimi bir ətri var. Gəldik əsas məsələyə. Bu gül məndə neçə illərdir var idi, çiçəyini açmırdı. Axır ki, bu il mən bunun çiçəyini görəcəm. Qırmızı çiçək yəqin ki, bilənlər bilir. Qırmızı çiçək açır. Bu tumurcuqlar da çoxdur, üstündə yenə də var. Bunlar da aloylardır. Bu da ki, ağac güldür. Bergeliya deyirlər buna. Bu da jasmindir. Ondan sonra bunlar aloydur. O da o birisi də başqa cürə aloydur. Bu güldən də görmüşdünüz, qırmızı çiçək açmışdı belə. Qəribə bir sortda güldür. Bunlar da maldillərdir. Aloydur. Yine aloydur. Bu zambaqdır çöl üçün. Ondan sonra bu ilan kaktusdur. O da yine sarmaşıqdır. O agavadır. Həyətdə torpaq yerimiz az olduğu üçün biz hamısını dibçəyə basırıram. Ona görə hamısı dibçəkdədir.
Bu il mənim bu güllərim hələ təzə-təzə dirilirlər. Güllerimin aqibəti. Burada da hemen o güldən də xarab olmuşdu. Çiçeği qoyubdu. Bu da qızıl güldür. Bunlar qızıl güllərdiler. Buradakı güller. Çoxdandır heç çəkmirdim. Elə biraz düzəliblər. İstədim belə bir video çəkəm. Allah herkese güzel günler kısmet eləsin. Can sağlığı versin. Yeniden görüşmək ümidiyle. Sağ olun, sağlıqla qalın.